kardeşimiz Saran Hacı. Sen adın her yanda şeraf etti bize, hem öz sadeliği hem de olgu adın. Bu dünya durdukça fəxar etti bize. 82-ci il 29 Mart'ta bu dünyaya qədəm qoydu bir kişi oldu. 82-ci il 29 Mart'ta bu dünyaya qədəm qoydu bir kişi oldu. Mərd doğuldu, mərd yaşadı, məqsədə çatdı. Düz 30 yaşında oldu qanuni oğlu. Böyük nüfus sahibidir bir cavan insan, şir ürəkli, cəsarətli, mehriban insan. Sen bizim hoş arzumuzda, dinləyimizdəsən, İçərdə də, bayırda da, ürəyimizdəsən, ürəyimizdəsən. Bizim böyük kardeşimiz Saran Hacı.